Salam əziz tərbiyəçi müəllimlər. Bu gün sizlər üçün təlim nəticəsi mövzusunda 10 testin izahını verəcəm. İlk öncə testə keçid etməzdən əvvəl təlim nəticəsi nədir? Biz cümlələrdə, testlərdə təlim nəticəsini necə ayırd etməliyik? Təlim nəticəsinin sonunda işlənən fe'llərə diqqət etmək lazımdır. Əsasən ölçülə bilən olmalıdır və uşaq yönümlü olmalıdır. Biz bunu ayırd etməliyik ki, bu fe'llər ölçülə biləndir, uşaq yönümlüdürmü? Bizə əsas lazımdır cümlənin sonundakı fe'llər. Məsələn, cümlənin sonunda bilir, öyrənir, öyrədir, yada salır, xatırlayır, tanıyır kimi fe'llər varsa, bunlar düzgün təlim nəticəsi hesab edilmir. Çünki bu fe'llər kurikulumda statik fe'llərdir, yəni qeyri-müəyyəndir. Məsələn, ölçülə bilmir. Bir uşağın bir şeyi nə dərəcədə bildiyini, öyrəndiyini biz əgər anlaya bilmiriksə, təbii ki, bu düzgün fe'l sayılmır. Və əsasən bu statik fe'llər, qeyri-müəyyən fe'llər müəllim yönümlü olur. Məsələn, öyrədir. Müəllim fəaliyyətinə aiddir və yaxud öyrənir. Yəni sadəcə uşaqların passiv şəkildə öyrənməsi təbii ki, düzgün təlim nəticəsi sayıla bilməz. Ancaq fərqləndirir, müzakirə edir, mühakimə edir, nəticə çıxarır, dəyərləndirir, fikir bildirir, müqayisə edir kimi fe'llər düzgün təlim nəticəsidir, düzgün hesab edilir. Yəni dinamik fe'llərdir. Uşağın aktiv şəkildə bir iş gördüyünü sübut edən fe'llərdir. Bir sözlə müşahidə edilə bilir. Təfəkkürü inkişaf etdirir, mühakimə, qiymətləndirmə bacarıqlarını inkişaf etdirir. Məsələn, uşaq artıq öz fikrini sərbəst bir şəkildə əsaslandırır. Bu da təbii ki, aid edilə bilər və yaxud nəticə yönümlüdür. Yəni, dərsin sonunda uşağın hansı bacarığa sahib olduğunu konkret ifadə etmiş olur. İndi isə baxacağıq testlərə. Birinci sual. Məktəbəqədər təhsil müəssisəsində idrakin inkişafı sahəsi üzrə məşğələ zamanı tərbiyəçi müəllim uşaqlara müxtəlif həndəsi fiqurlar təqdim edir. Aşağıdakı təlim nəticələrindən hansı bu sahə üzrə düzgün və ölçülə bilən hesab edilir? Uşaq həndəsi fiqurların adlarını müəllimdən öyrənir, yanlışdır. Cümlənin sonunda dedik ki, öyrənir olmamalıdır. Uşaq dairə və kvadratı bir-birindən oxşar və fərqli xüsusiyyətlərinə görə fərqləndirir. Uşaq üçbucağın neçə tərəf olduğunu yaxşı bilir. Uşaq keçilən fiqurları yadda saxlayır və istənilən vaxt xatırlayır. Tərbiyəçi uşağa fiqurları düzgün tanımağı öyrədir. Burada düzgün təlim nəticəmiz B bəndidir. Uşağın fəaliyyətinə əsaslanmalı və ölçülə bilən olmalıdır. Təbii ki, fərqləndirir fəaliyyəti də uşağın nəyi bacardığını konkret olaraq göstərmiş olur. Məsələn, öyrənir, öyrədir, yaxşı bilir, xatırlayır, öyrədir artıq yanlış hesab edilir. İkinci sual. Sosial-emosional inkişaf sahəsi üzrə qrupda münaqişəli vəziyyət yarandıqda müəllimin müəyyən etdiyi hansı hədəf müasir kurikulum standartlarına cavab verir? Uşaq oyun zamanı yaranan problemi yoldaşları ilə birlikdə müzakirə edir. Uşaq dostluq qaydalarını böyüklərdən öyrənir. Uşaq qrup qaydalarını heç vaxt unutmur və hər zaman yada salır. Uşaq bağça rejimini və daxili intizam qaydalarını bilir. Uşaq münaqişə zamanı susmağın vacibliyini öyrənir. A bəndi doğrudur. Çünki müasir kurikulum uşağın subyekt olmasını tələb edir, yəni fəal tərəf olmasını tələb etmiş olur. Ona görə öyrənir, yada salır, bilir, öyrənir, yanlış hesab edilir. Üçüncü. Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik sahəsində şəxsi gigiyena mövzusunda tərtib edilmiş hansı bənd doğru formalaşdırılmış təlim nəticəsidir? Uşaq gigiyena vasitələrinin adlarını və funksiyalarını bilir, yanlışdır. Uşaq yeməkdən əvvəl əlləri yumağın vacibliyini yadda saxlayır, yanlışdır. Müəllim uşağa dişlərini fırçalamağın qaydasını dərindən öyrədir, yanlışdır. Uşaq təmizlik ləvazimatlarını görəndə onları dərhal xatırlayır, yanlışdır. C bəndi doğrudur. Mühakimə etmə. Uşaq şəxsi gigiyena qaydalarına riayət etməyin sağlamlıq üçün əhəmiyyətini mühakimə edir. Çünki burada artıq uşağın mövzuya yanaşmasını, əhəmiyyətini anladığını göstərir və ölçülə bilən bir təlim nəticəsidir. Dördüncü sual. Estetik və yaradıcı inkişaf sahəsi üzrə rəsm məşğələsi üçün verilmiş hansı təlim nəticəsi yanlışdır? Deməli, A bəndi uşaq rəngləri qruplaşdırarkən alınan yeni çalarları yoldaşları ilə müzakirə edir. Bu doğrudur. B bəndi uşaq fərqli materiallardan istifadə edərək hazırladığı əl işini dəyərləndirir. Doğrudur. Uşaq isti və soyuq rənglərin təbiətdəki əksini mühakimə edir. Doğrudur.
Uşaq rəsmdə istifadə etdiyi kompozisiyanın elementlərini fərqləndirir. Doğrudur. D bəndi yanlışdır. Uşaq məşhur rəssamların əsərlərini tanıyır, onları bir-birindən öyrənir. 5. Hansı təlim nəticəsi SMART prinsiplərinə tam uyğundur? Uşaq nağıl qəhrəmanlarının davranışlarını mənəvi dəyərlər baxımından qiymətləndirir. Elə bizim doğru variantımız A bəndidir. Yəni burada artıq qiymətləndirir fəaliyyəti müşahidə edilə biləndir. Ancaq əzbər bilir, öyrənir, xatırlayır, öyrədir isə idrakin inkişafı üçün zəifdir. Yəni sadəcə yaddaşa əsaslanır. 6. Dil və nitq inkişafı sahəsi üzrə verilmiş təlim nəticələrindən hansı düzgün strukturlaşdırılmışdır? Uşaq dinlədiyi mətndəki hadisələrin ardıcıllığını öz sözləri ilə danışmağı bilir, yanlışdır. Uşaq yeni öyrəndiyi sözlərin mənasını lüğətdən tapıb öyrənir, yanlışdır. Uşaq mətndəki mənfi və müsbət obrazların hərəkətlərini meyarlar əsasında mühakimə edir. Bəli, burada həm idrak mühakimə etmə, həm də münasibət bildirmə bacarıqları əks olunmuşdur. Müsbət obrazların hərəkətləri. C bəndi doğrudur. 7. Aşağıdakı situasiyalardan hansında təlim nəticəsi fəaliyyət yönümlülük prinsipinə ziddir? Uşaq plastik kütlədən müxtəlif fiqurlar düzəltməyi müzakirə edir. Bəli, doğrudur. Uşaq oyuncaqları bölüşməyin əhəmiyyətini mühakimə edir. Doğrudur. Uşaq qış fəslinə aid olan əlamətləri yay fəslindən fərqləndirir. Doğrudur. Uşaq topladığı təbiət materiallarını rənginə görə qiymətləndirir. Doğrudur. Ancaq uşaq rəqəmləri 1-dən 10-a qədər ardıcıl tanıyır və bilir. Sadəcə informasiya xarakteri daşıyır. Yəni uşağın hansı biliyi necə əldə edəcəyini tam şəkildə göstərmir. C bəndi yanlışdır. Məktəbə qədər hazırlıq qrupunda məkan və zaman anlayışları üçün ən effektiv təlim nəticəsi hansıdır? Uşaq günün hissələrini bir-birindən fərqləndirir. Elə bizim A bəndi doğrudur. Çünki 5-6 yaşlı uşaq günün hissələrini bir-birindən fərqləndirirsə, demək ki, ölçülə bilən, inkişaf səviyyəsinə uyğun şəkildə bir təlim nəticəsidir. Ancaq bilir, öyrənir, xatırlayır və yaxud uşaq saatın neçə olduğunu böyükdən öyrənir. Bu artıq yanlış təlim nəticəsidir. Tərbiyəçi müəllim böyük qrupda təbiət hadisələri mövzusunda məşğələ keçirir. O, uşaqlara yağışın yağma prosesini nümayiş etdirən kiçik bir təcrübə göstərir və sonra uşaqların bu proses haqqında fikir bildirmələrini istəyir. Aşağıdakı variantlardan hansı həm idrak, həm də nitq inkişafı sahələrini əlaqələndirən, eyni zamanda düzgün formalaşdırılmış təlim nəticəsidir? Burada doğru variant B bəndidir. Uşaq bulud və yağış arasında səbəb-nəticə əlaqəsini şəxsi müşahidələrinə əsasən mühakimə edir. Ancaq A bəndi öyrənir, C bəndi yaxşı bilir, D bəndi danışır, E bəndi öyrədir, yanlış təlim nəticəsidir. Sonuncu sualımız. Məktəbə qədər hazırlıq qrupunda Vətənim Azərbaycan mövzusunda inteqrasiya olunmuş məşğələ keçirilir. Müəllim uşaqlara dövlət rəmzləri və milli qəhrəmanlar haqqında məlumat verdikdən sonra onları qruplara bölərək milli qürur nədir sual ətrafında iş tapşırır. Aşağıdakılardan hansı bu fəaliyyət üçün düzgün formalaşdırılmış təlim nəticəsidir? A bəndi. Uşaq dövlət bayrağının rənglərini və gerbin üzərindəki simvolların mənasını dərindən bilir. Yanlışdır, ölçülə bilən deyil. B bəndi. Uşaq vətənpərvərlik haqqında olan atalar sözlərini, şeirlər dərhal yada salır. Sadəcə xatırlama ilə bağlıdır. Yanlışdır. D bəndi. Uşaq Azərbaycan xəritəsini digər ölkələrin xəritəsindən fərqləndirməyi müəllimindən öyrənir. Müəllim fəaliyyəti olduğu üçün yanlışdır. Tərbiyəçi müəllim uşaqlara dövlət himnini oxuyarkən ayağa qalxmağın vacibliyini öyrədir. Yenə müəllim fəaliyyətinə yönəlib yanlışdır. C bəndi. Uşaq milli qəhrəmanların göstərdiyi şücaətləri öz yaş səviyyəsinə uyğun mənəvi dəyərlər prizmasında mühakimə edir. Yəni münasibət bildirir. Təbii ki, bu yüksək səviyyəli bir təlim nəticəsi hesab olunur. Belə əziz müəllimlər, bugün sizə təlim nəticələri haqqında qeydləriniz və izahlarımızı test üzərindən paylaşdıq. Yəni bu testləri işləyən müəllimlər üçün artıq inanmıram ki, təlim nəticələri haqqında bir çətin məqam qalsın.